Danışan kitab layihəsi Einsteinlə Freydin məktublaşması kitabı ilə davam edir. Müharibə nəyə lazımdır? 1932-ci ildə Einsteinin bu mövzuda Freydə etdiyi müraciətə Sigmund Freyd belə cavab verir. Albert Einsteinə məktub, Viyana, 1932-ci ilin sentyabrı. Hörmətli cənab Einstein, sizi maraqlandıran və başqa insanların diqqətini çəkən bir mövzunu mənimlə müzakirə etmək istəyinizi öyrənəndə bununla o dəqiqə razılaşdım. Mənim mülahizəmə görə sizin seçdiyiniz mövzu bugün qazana bildiyimiz biliklərə əsaslanaraq müzakirə olunacaq və bizlərdən hər birimiz fizik və ya psixoloq olaraq bu mövzuya özünün məxsusi yanaşma üslubunu tapa biləcək. Və beləliklə də biz fərqli yönlərə doğru yollansaq da sonda eyni bir məntəqədə görüşməyə gəlib çıxacağıq. Ancaq sonradan sualın qoyuluşu məni bəlkə təəccübləndirdi. İnsanlığı yamanlıqların qaynağı olan müharibə təhlükəsindən qurtarmaq üçün nə etmək mümkündür? İlk anlarda mən özümün bu mövzu ilə bağlı bacarıqsızlığımı duyub, sözün birbaşa anlamında qorxuya düşdüm. Çünki müharibə ilə bağlı sual mənə dövlət xadimlərinin həll elədiyi praktik bir məsələ kimi görünmüşdü. Ancaq sonradan başa düşdüm ki, burada sualı bir təbiətşünas və fizik kimi qoymusunuz. Siz bu sualı Millətlər Liqasının çağırışı çərçivəsində humanizm ovqatına köklənmiş bir insan kimi düşünmüsünüz. Bu işiniz necəsə Quzey Qütb araşdırıcısı Nancy'nin dünya müharibəsi nəticəsində öz vətənlərindən didərgin düşən və aclıq çəkən insanlara kömək göstərmək missiyasına bənzəyir. Bunu da düşündüm ki, məndən praktiki təkliflər gözlənilmir. Mən gərək müharibələrin qarşısının alınması probleminin psixoloqun baxışlarına görə necə göründüyündən danışım. Ancaq siz öz məktubunuzda bununla bağlı olan başlıca sözü artıq demisiniz. Obrazlı desək, siz irəliyə çıxıb mənim yelkənlərimi dolduran küləyi zəiflətmisiniz. Və mən də həvəslə sizin suda saldığınız izi tutub üzməkdəyəm. Ona görə də mənə indi sizin yazdıqlarınızı məmnuniyyətlə təsdiq eləmək qalır. Ancaq hər halda mən də öz bildiklərimə və mülahisələrimə əsaslanaraq sizin tezislərinizi daha da genişləndirməyə çalışacağam. Siz sözünüzə hüquqla hakimiyyətli münasibətlərinə toxunmaqla başlayırsınız. Çox güman, bu bizim araşdırmalarımızın başlanğıc nöqtəsi üçün doğru bir seçimdir. Ancaq necə bilirsiniz, mən buradakı hakimiyyət sözünü daha kəskin və amansız anlam daşıyan güc sözü ilə dəyişsəm, necə olar? Bugünkü gündə hüquq və güc biri-biri ilə qarşılıqlı ziddiyyətdədir. Hüququn gücdən törəndiyini göstərmək çox asandır və əgər biz onların qaynağına yaxınlaşsaq və bunun başlanğıcında necə baş verdiyinə baxsaq, onda çətinlik çəkmədən problemin mahiyyətinin nədə olduğunu görə bilərik. Düşünürəm, siz mənim hamıya bəlli olan və hamılıqla qəbul olunan nəsnələrdən sanasan yeni nəsə danışırmışam kimi söz açmağımı üzürlü sayarsınız. Çünki bizim mövzumuz məni buna məcbur edir. Burada prinsipial olan odur ki, adamlar arasında yaranan konfliktlər güc vasitəsilə həll olunur. Bütün heyvanat aləmində də məsələ elə bu cürdür və insan da özünün bu çərçivəsindən qırağda olduğunu iddia edə bilməz. Ancaq insanlarda buna yalnız rəylərin konflikti deyilən olduqca mücərrədliyə gedib çatan bir hal da əlavə olunur və göründüyü kimi onun həlli üçün büsbütün başqa üsullar tələb olunur. Ancaq bu mürəkkəbləşdirmə insanlığın inkişafının daha sonraki dönəminə aiddir. Başlanğıcda azsaylı insan icmasından kimin nəyin yiyəsi olmasını və kimin iradəsinin başqasından üstün sayılmasını yalnız əzələlərin gücü həll edirdi. Ancaq çox keçmədən əzələlərin gücünə başqa nəsnələr də əlavə olundu və az bir müddət sonra onun yerini müdafiə və hücum eləmək üçün yaradılmış predmetlər tutmağa başladı. Kimin daha yaxşı silahı var idisə və kim ondan daha bacarıqla yararlana bilirdisə, elə o da başqalarına üstün gəlirdi. Silahın ortaya çıxması ilə artıq mənəvi üstünlük çılpaq əzələ gücünün yerini tutmağa başladı. Ancaq savaşların son məqsədi dəyişilməz olaraq qalmışdı. Döyüşənlərdən bir tərəf ona vurulan sarsıdıcı zərbələrdən və bununla bağlı olaraq gücünün zəifləməsindən, gərək öz iddialarından və savaş istəyindən əl çəkəydi. Bu məqsədə əsaslı şəkildə çatmağın yolu isə işlədilən gücün rəqibi aradan qaldırması, daha doğrusu onu öldürməsi idi. Bu üsulun üstünlüyü onda idi ki, rəqib bir də heç vaxt dirənmək üçün baş qaldıra bilməyəcəkdi və onun taleyi başqalarını da qorxudaraq bu kimi addımlar atmaqdan çəkindirəcəkdi. Bundan başqa da düşmənin öldürülməsi insanların daxilində olan instinktiv meylin məmnun olmasına gətirib çıxarırdı. Bunun da nə demək olduğunu ilə bağlı biz biraz sonra danışacağıq. Ancaq bu savaşların sonunda düşməni öldürmək niyyətinə qarşı olan başqa bir düşüncə də yaranırdı. Bu isə yenib özünə tələb elətdirdiyi düşmənini öldürməyib
bilməyib, ondan öz maraqları üçün yararlanmaq istəyi idi. Bu halda güc öz düşmənini kölə eləməklə məmnunluq qazanırdı. Ancaq bu durumda gərək qalib gələn tərəf məğlub tərəfin qisas almaq yanğısı ilə hesablaşaydı və ehtiyatı əldən verməyəydi. Hər halda bu o addımı ilə, yəni düşmənini öldürməməklə istər-istəməz özünün şəxsi təhlükəsizliyini zəiflətmiş olurdu. Çılpaq gücə, yaxud da intellektin gücünə arxalanan böyük hakimiyyətlərin ağalıq eləməsinin başlanğıc vəziyyətdə belə olduğunu təsəvvür eləmək mümkündür. Bildiyimiz kimi inkişafın gedişində də bu durum dəyişilmiş, onun tutduğu yol gücdən hüquqa doğru yönəlmişdir. Ancaq elə buradaca çox önəmli olan bir sual yaranır. Bu yol necə olub? Məncə burada yalnız bir yol mümkün idi. Onun mahiyyəti belədir. Bir nəfərin böyük gücünə arxalanan ağalığını sarsıtmaq yalnız bir neçə zəif gücün birləşib onunla dirəşməsi vasitəsilə mümkün ola bilərdi. Tək başına ağalıq eləyən güc ona qarşı yaranan birliyin gücü ilə sındırılır və bunun ardınca birləşərək hakimiyyətə gələnlərin ayrıca bir adamın gücünə arxalanan ağalığa qarşı olması hüququ anlayışı ortaya çıxır. Biz hüququn qrupların, icmaların hakimiyyət maraqlarını təmin etdiyini görürük. Hüquq özünün bu durumunda da hələ güc deməkdir və bu güc hüququ yaradan qrupun əksinə olan hər bir adama qarşı yönəlib. Habelə hüquq da güc vasitəsilə işləyir və eyni məqsədi güdür. Buradakı gerçək fərqi indi məsələlərin tək-tək adamların gücü ilə deyil, icmanın birləşməsi gücü ilə həll olunmasıdır. Ancaq gücdən bu yeni hüquq deyilən anlayışa keçə bilmək üçün gərək hökmən bir psixoloji şərt yerinə yetiriləydi. Çoxluğun yaratdığı bu birlik gərək daimi və ya uzun müddətli olaydı. Əgər bu birlik yalnız hansısa qeyri-adi gücü yenmək üçün yaradılsaydı və bu məqsədə çatandan sonra dağılsaydı, onda burada heç bir məqsədə çatmaqdan söhbət gedə bilməzdi. Hər halda insanlığın tarixinə baxanda gözlərimizin önünə bir cəmiyyət ilə başqasının və ya bir neçə cəmiyyətlərin öz aralarında kiçik və böyük qruplara, bölgələrə, tayfalara, xalqlara, imperiyalara bölünərək qarşılıqlı ziddiyyətlərə gəlib çıxdıqlarını şahid oluruq. Bunların hamısı demək olar ki, həmişə güc işlətməyə əsaslanan müharibə vasitəsilə həll olunur. Belə müharibələr döyüşən tərəflərdən birinin talan olunması və ya bütövlüklə köləliyə sürüklənməsi, həmçinin döyüşən güclərdən biri tərəfindən işğal olunması ilə nəticələnir. İşğalçı müharibələrin hamısını eyni cür dəyərləndirmək olmaz. Onlardan bir sırası Monqollar və Türklərin işğalçı müharibələrində olduğu kimi çoxlu bəlalar gətirmişsə də, ancaq bir başqaları əksinə hüququn güclənməsinə gətirib çıxarıb. Çünki bu işğalçı müharibələrin nəticəsi olaraq qat-qat böyük toplumlar yaranmışdır və onların daxilində yaranan konfliktlərin güc vasitəsilə həlli yasaqlanmış, yaranan bütün münaqişələr yaradılmış yeni qaydalara əsaslanaraq hüquqi yolla həll edilib. Buna örnək olaraq Romalıların Aralıq dənizi sahillərindəki ölkələri işğal edəndən sonra bu ərazilərdə yaranan çox yüksək dəyəri olan Pax Roman, latınca Roman sülhü deməkdir ki, Roma imperiyası ərazisində Roma hüququnun gücü ilə yaradılan dinclik dönəmi belə adlanırdı. Bax, bu faktı göstərmək olar. Millətlər Liqasının təşkilatının yaranmasının insanlığın çox nadir hallarda ürək elədiyi, bəlkə də indiki miqyasda heç vaxt özündə cürət tapa bilmədiyi bir cəhd olduğunu bilmədən onu dəyərləndirmək əsla mümkün deyil. Bu insanlara aşılanan yüksək bir nüfuzu əsaslandırmaq, daha doğrusu göstərilən təsirə tabe olmağa məcbur eləmək cəhdidir. Və burada adətən dövlətlərə xas olan bu cəhəti mənimsəməyə, habelə bir sıra ideal münasibətlər üzrə hökm vermək gücünə yiyələnməyə yönələn bir iradə nümayişi gözə çarpır. Mənə elə gəlir ki, müharibələrin qarşısının necə alınması ilə bağlı qoyduğunuz sualı saxlayıb öz məşğul olduğum sahənin nəzəriyyələrindən belə çox danışmaqla sizin marağınızdan sui-istifadəyə yol verirəm. Ancaq buna baxmayaraq istəyirəm ki, azacıq da olsa yenə bu dağıdıcı ehtiraslar üzərində dayanan. Çünki mənim düşüncəmə görə onun daşıdığı dəyərə yetərincə diqqət yetirilmir. İndiyə qədər olan danışıqlarımızdan gəldiyimiz bir sıra ümumiləşdirilmələrə əsaslanaraq biz belə bir nəticə çıxarırıq ki, bu ehtiras hər bir canlı varlığın daxilində mövcuddur və bu ehtiras daxilində olduğu varlığı dağıtmağa, onu canlı orqanizmdən cansız materiyaya çevirməyə yönəlib. Bu ehtiras özünün təbiətinə görə tam bir əsasla ölüm ehtirası adlana bilər. Bununla yanaşı olaraq erotik ehtiraslar da həyata can atma ehtirası adlanmağa layiqdir. Canlı varlıq, belə demək olarsa, öz həyatını saxlamaq üçün yad varlıqların həyatını dağıdır. Ancaq ölüm ehtirasının bəlli bir hissəsi yenə də bu canlı varlığın daxilində öz təsirini göstərməkdə qalır və biz öz psixiatrik təcrübəmizdə özlərinin dağıdıcı ehtiraslarını bütünlüklə daxilində sıxıb saxlayan bir sıra xəstələrimizi sağaltmağa çalışanda da bu halın şahidi oluruq.
Bütün bu deyilənlər bizi belə bir düşüncəyə gətirib çıxarır ki, vicdanımızın yaranması da bu daxilə yönələn aqressivliklə bağlıdır. Bu prosesin daxildə güclü fəallaşmasının sağlamlığı korlayacağını anlamaq çətin deyil. Eyni zamanda bu dağıdıcı ehtirasın xarici aləmə yönəlməsi canlı varlığa bir yüngüllük gətirir və ona yaxşı təsir edir. Ulu babalarımıza sensasiya kimi gələn əyləncə və həzlər indi bizim üçün adiləşib və bir çox hallarda bizə iyrənc də görünür. Əgər bizim ideala münasibətdə etik və estetik tələblərimiz dəyişdirilibsə, onda bütün bunlar üzvə əsaslar üzərində baş verir. Mədəni tarixi proseslərin bizi köklədiyi psixi durum həmişə uca səslə müharibəyə qarşı olduğunu büruzə verib və elə buna görə də biz gərək müharibəyə nifrət eləyək. Biz artıq ondan iyrənirik. Ha belə, indiki durumda bu yalnız intellektual və emosional vasvasılıq deyil. Biz pasifistlər müharibədən artıq fiziki baxımdan iyrənirik və o bizim üçün ən ürək bulandırıcı bir şeyə çevrilib. Həm də adama elə gəlir ki, müharibənin doğurduğu estetik eybəcərliklər bizdə onun yaratdığı başqa dəhşətlər qədər nifrət yaradır. Başqalarının da bizim kimi pasifist olmasını çoxmu gözləməli olacağıq? Bunu öncədən söyləmək mümkün deyil. Ancaq ola bilsin ki, bu artıq çox da ümidsiz olan bir utopik ideya da deyil və mədəniyyətin təsiri ilə yaranan yeni psixoloji durum və gələcək müharibələrin gətirib çıxara biləcəyi dəhşətlərə qarşı əsaslı görünən qorxu kimi iki faktorun birgə fəaliyyəti çox da uzaq olmayan bir gələcəkdə müharibələrə son qoyulmasına inam yaradır. Bunun hansı birbaşa və ya dolayı yollarla baş verəcəyini biz hələlik öncədən görə bilmirik. Bütün bunlara baxmayaraq biz bunu ürəklə təsdiq edə bilərik. Mədəni inkişafa qulluq edən nə varsa, onların hamısı eyni zamanda müharibəyə qarşı da öz təsirini göstərir. Mən sizi bir daha ürəkdən salamlayıram və əgər bölüşdüyüm bu mülahizələr sizi məyus etdisə, bunun üzürlü saymağını diləyirəm. Sizə dərin hörmətlə, Sigmund Freud. İnsanlığın müharibə təhlükəsindən qaça bilməsi üçün hansısa bir yol varmı? Əziz Professor Freud, Millətlər Liqası və onun Parisdə yerləşən Beynəlxalq İntellektual Korporasiya İnstitutu mənə belə bir təklif göndərib. Özüm seçdiyim istənilən insanı məni maraqlandıran hansısa mövzu üzrə səmimi fikir mübadiləsi aparmaq üçün dəvət edə bilərəm. Bu isə mənim düşüncəmə görə sivilizasiya qarşısında dünyanın ən təxirə salınmaz bir problemini sizinlə müzakirə edə bilməyim üçün çox gözəl bir imkan yaradır. Bu problemi belə ifadə etmək olar. İnsanlığın müharibə təhlükəsindən qaça bilməsi üçün hansısa bir yol varmı? Çağdaş elmin inkişafı nəticəsində genişlənən biliyimiz bu sualda sivilizasiyanın ölüm yoxsa qalım probleminin ortaya qoyulduğunu bizə yetərincə anlatmaqdadır. Bütün bunlara baxmayaraq bu problemin həlli ilə bağlı çalışmaların hamısı kədərli bir uğursuzluqla sona çatıb. Ona görə də mənim düşüncələrimə görə bu problemi həll etməyə borclu olan peşəkarlar da getdikcə daha çox problemin dərinliklərində ilişib qalırlar. Elə bunun üçün də onların özü də bu problemlə bağlı olaraq dünya miqyaslı problemləri anlamaqda və onların perspektivlərini dəyərləndirməkdə üstün dünya görüşləri olan elm adamlarının nə düşündüklərini və problemdən çıxış yollarını nədə gördüklərini öyrənməkdə maraqlıdırlar. Özümə gəlincə, araşdırmağa və qavramağa alışdığım obyektlər büsbütün ayrı bir yöndə olduğu üçün düşüncələrim insan iradəsi və duyğularının mənim üçün qaranlıq olan fəzasına nüfuz eləməyə imkan vermir. Buna görə də ortaya qoyulan bu sualı araşdırmaqda mənim görə biləcəyim iş yalnız sizin insanın yanlış instinktləri və bu problemlə mübarizə yolları ilə bağlı çox geniş biliklərinizi tətbiq eləyə bilməyiniz üçün bu məsələnin necə qoyulmasını düşünüb tapmaqdan ibarət ola bilər. Elə psixoloji maneələr var ki, düşüncə prosesi ilə bağlı olan elmlərlə məşğul olmayan insanlar onlar qarşısında yalnız dumanlı təsəvvürləri olur. İntellektual incəliklərin qarşılıqlı və mürəkkəb xarakteri bu adamların belə məsələlərdə özlərinin bacarıqsız olduqlarını bütün dərinliyi ilə anlaya bilməsinə mane olur. Ancaq mən sizin az ya çox dərəcədə siyasi sferaya aid olmayan, bu tərbiyə və təhsil oblaslarında belə maneələr aradan qaldıra biləcək metodları ortaya qoya bilmək bacarığınızın olduğuna inanıram. Özümə gəlincə, bu problemə milli suverenlik aspektinin xarici faktordan asılılığı kimi sadə bir mülahisə ilə yanaşıram. Mənim düşüncəmə görə burada millətlər arasında yaranan istənilən konfliktin yoluna qoya bilmək səlahiyyəti olan, beynəlxalq konsensusa əsaslanan qanunverici və hüquqi bir orqana əsaslanmaq olardı. Millətlərin hamısı bu orqanın qərarlarını yerinə yetirmək öhdəliyi götürərdilər. Bütün mübahisələri həll etmək üçün onun toplantılarını çağırardılar və bu tribunalın qərarlarının yerinə yetirilməsinin zəruri eləyən ölçülər götürərdilər. Ancaq mən elə buradaca mane ilə üzləşməli oluram. Tribunal insanların qurduğu bir müəssisədir və onun əlində olan hakimiyyət çıxardığı qərarların icrasını yerinə yetirmək üçün nə qədər yetərli olmayacaqsa,
O, bu qərarların icrası üçün olan bir o qədər də hüquqi olmayan vasitələrlə təzyiq göstərmək üsullarını əl atmalı olacaq. Bu faktdır və onunla hesablaşmamaq mümkün deyil. Qanun ilə güc qaçılmaz olaraq əl-ələ tutub yeriyirlər və hüquqi hökmün ədalətli mühakimə idealına nə qədər yaxınlaşa bilməsi, cəmiyyətin hüquqi idealın qərarlaşa bilməsi üçün öz gücündən nə qədər effektiv istifadə edə bilməsindən asılı olur. Çağdaş günümüzdə biz millətlər üzərində yüksələn və sözsüz yerinə yetirilən qərarlar verib, onların icrasını təmin etməyə mütləq hakimiyyəti olan təşkilatların formalaşmasından hələ çox uzaqdayıq. Beləliklə də mən bütün bu deyilənlərə əsaslanaraq özümün birinci aksiomumu səsləndirirəm. Beynəlxalq təhlükəsizliyə gedən yol qeyd-şərtsiz olaraq istənilən millətin hüquqlarının əks edilməsinə gətirib çıxaracaq və bununla da bu millətlərin azad fəaliyyəti və suverenliyi məhdudlaşdırılacaq, həmçinin müzakirə elədiyimiz anlamda təhlükəsizliyə gətirib çıxarmağı bacaran başqa heç bir yol yoxdur. Ötən 10 illiklərdə bu oblastda nəticə əldə etmək üçün olan bütün cəhdlərin sarsıdıcı uğursuzluqlarla qurtarması, burada bütün səyləri puça çıxaran güclü psixoloji faktorların rol oynadığını şübhə yeri qoymur. Onları axtarıb tapmaq üçün uzağa getməyə gərək yoxdur. İstənilən millətin iqtidara can atan hakim siniflərinin öz dövlətlərinin suverenliyinin istənilən şəkildə məhdudlaşdırılmasına düşməncəsinə yanaşması xarakterik bir cəhət kimi bütün aydınlığı ilə göz önündədir. Siyasi ticarət və ya sahibkarlığın maraqları ilə bəslənir. Mən burada müharibəyə öz maraqlarının təmin olunması və şəxsi hakimiyyətlərinin möhkəmlənməsi vasitəsi kimi baxan, cəmiyyətin və əxlaqın bütün çəkindirici tələblərini saya saymayan, bütünlüklə bəlli olan azsaylı şəxslər qrupunu nəzərdə tuturam. Bu, açıq-aydın bəlli olan faktı təsdiq etmək, faktiki vəziyyəti dəyərləndirmək üçün sadəcə birinci addımdır. İstər-istəməz belə bir çətin sual yaranır. Bu azsaylı adamlar yığını cəmiyyətdəki çoxluğu necə öz iradəsinə tabe eləyə bilir və bu çoxluğu öz şəxsi ambisiyaları naminə müharibələrdə ölüm itimlə və əzablarla üzləşməyə sürükləyə bilir. Adətən bu suala belə cavab verirlər. Bunun səbəbi bu azlığın indilikdə hakim sinif olmasında və mətbuatın, məktəblərin, çox hallarda isə kilsənin də onun əlinin altında olmasıdır. Məhz elə bu da həmin azlığın kütlənin emosiyalarını formalaşdırılmasına və yönəltməsinə, beləliklə də onu öz iradəsini yerinə yetirməyin alətinə çevirməsinə imkan verir. Ancaq bu cavab da problemin həll olunması üçün yol göstərə bilmir. Ondan yeni bir sual yaranır. Nə üçün insan öz şəxsi həyatını qurban verməyə qədər gətirib çıxaran belə bir vəhşi coşğunluğa qapılmasını aparan çağırışlara uyur? Burada yalnız bir cavab ola bilər. Ona görə ki, nifrət və dağıdıcılıq yanğısı insanın öz daxilindədir. Dinc vaxtlarda bu istəklər gizli formalarda mövcud olur və ancaq fövqəladə vəziyyətlərdə üzə çıxarılır. Göründüyü kimi, onların bu istəklərini yenidən oyatmaq və bunun kütləvi psixoz səviyyəsinə çatdırmaq olduqca asan bir iş olur. Görünür, baxılan faktorlar kompleksinin gizli mahiyyəti məhz bununla bağlıdır və bu tapmacanın cavabını yalnız insan instinktləri oblastı üzrə ekspert olan bir insan tapa bilər. Beləliklə də biz sonuncu suala gəlib çıxdıq. İnsan soyunun intellektual təkamülünə elə bir şəkildə nəzarət etmək mümkündürmü ki, onu amansızlıq və dağıdıcılıq psixozuna qapılmamaq üçün dayanıqlı və dözümlü eləmək olsun? Burada mən yalnız savadsız adlanan kütləni nəzərdə tutmuram. Təcrübələr göstərdiyi kimi, intellektual adamlar adlanan təbəqə belə məhvedici kollektiv aşılamanın təsirinə uğramağa çox meyilli olurlar. Belə ki, intellektual adamlar həyatının qaba gerçəklikləri ilə birbaşa təmasda olmurlar. Onunla yalnız təxəyyüllərinin gücü ilə, bir də mətbuatdan oxuduqları süni formalara görə tanış olurlar. Mən indilikdə yalnız beynəlxalq konfliktlər adlanan, millətlər arasında baş verən müharibələrdən danışdım. Ancaq aqressiv instinktin başqa formaları və vəziyyətləri də öz işini gördüyünü yaxşı bilirəm. Mən bilərəkdən diqqəti insanlar arasındakı konfliktlərin ən tipik, əzablı və pozğun formalarının üzərinə yönəldirəm. Bununla da istənilən silahlı münaqişənin qarşısını almağa imkan verən yolları və vasitələri tapa bilməyin necə önəmli olduğunu diqqət çəkmək istəyirəm. Mən bildiyimə görə sizin əsərlərinizdə bu təcili həllini gözləyən, sarsıdıcı problemə aydınlıq gətirən, açıq və ya üstörtülü izahlar tapmaq olar. Ancaq siz özünüz ümumdünya miqyasında barışın və dincliyin yaradılması işinə yarayan sonuncu araşdırmaların üzə çıxarsaydınız, onda ola bilsin ki, bu məsələnin daha məhsuldar həllinə aparan yola həqiqət işığı saçmış olardınız. Səmimi duyğularla Albert Einstein, Potsdam yaxınlığındakı Kaput məntəqəsi, 30 iyul 1932-ci il.